Bir müsəlman yaxşı niyyətlə yeni il bayramını qeyd edə bilərmi? Ümumiyyətlə bilmək lazımdır ki, yaxşı niyyət səhv əməli düzləmir. Bu qaydadır şəriətdə. Yəni, məsələn, mən gedim, bankdan filan qədər pul götürüm və gedim kiminsə evindən oğurluq eləyim. Niyə elədin? Məscid tikmək istəyirəm. Yəni, niyyətim yaxşıdır. Və şəriətdə qaydadır ki, bu həm şəri yöndən belədir, həm örfi yöndən belədir, həm də əqli yöndən belədir ki, heç vaxt yaxşı niyyət pis əməli yaxşı eləmir. Ona görə şəriətdə meyar, o düzü əyridən, ağı qaradan ayıran meyar sənin niyyətin deyil. Quran və sünnədir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm müsəlmanlara başqa qövmlərə oxşamağı qadağan edib. Mən təşəbbəhə bi qovmin fəhuvə minhum. Kim özünü bir qövmə bənzətsə, o da onlardandır buyurur. Abu Davudun rəvayətində həsən hədisdir. Kim özünü bir qövmə bənzətsə, o da onlardandır. Və başqa ləfsdə gəlir ki, qiyamət gündə onlarla həşr olunacaq. Və bu yeni ildir, bu milad bayramı deyirlər. Bu şeyləri qeyd eləmək, bir qövmə, özünü bir qövmə, başqa bir qövmə, nəsranilərə, xristiyanlara oxşatmaqdır. Bunun başqa adı yoxdur. Yəni, sən məsələn, Qurban bayramını qeyd eləyən xristiyan görmüsən? Məsələn, görmüsənmi ki, xristiyan gəlsin Qurban bayramında pəhəpəhlə qurban kəssin? Yox. Amma biz yeni ili qeyd eləyən müsəlmanları görürük. Bu da əslində bizə Sovet dövründə sıranmış bir bayramdır. Və bəziləri burada şübhə gətirir ki, bəzi cahillər, bilməyənlər şübhə gətirirlər ki, yəni hardasa bu şübhə bir növ özlərinə təsəlli vermək istəyirlər və ya özlərini inandırmaq istəyirlər və bir növ özlərini alladırlar. Onlar deyirlər ki, bu yalnız və yalnız bir il dönümüdür, yəni il dəyişir. Və lakin fikir verin, yeni ilə nə bayramı deyirlər? Milad. Milad nə deməkdir? Doğum. Milad sözü doğum deməkdir. Milad bayramı, yəni doğum bayramı. İsa əleyhissalamın doğumuna görə. Bu sırf nəsrani bayramıdır. Onlar yeni ili məhz İsa əleyhissalamın doğumu ilə əlaqəli qeyd edirlər. Və nə üçün şam bəzədirlər? Nə üçün